Usikum və nəfsi bi təqvallah. Həm sizə, həm özümə təqvalı olmağı tövsiyə edirəm. Birinci xütbəmiz biraz çox davam elədi. Ona görə ikinci xütbəni qısa eləyəcəm. Amma vacib bir mövzudur. Quranla düşünənlər mövzusu ətrafında danışırıq neçə cümə və Quran ətrafında danışaraq şəxsiyyətpərəstlik mövzusuna keçən cümə işarə eləmişdim. Bugün də onun davamını danışacağım. Mövzuya Tövbə surəsinin 31-ci ayəsi ilə başlamaq istəyirəm. Uca Allah 31-ci ayədə buyurur: İttəxəzu əhbərəhum və ruhbənəhum ərbəbən. Buyurur, onlar öz alimlərini və rahiblərini, din rahiblərini, ilahiyyatçıları, keşişləri, mollaları, məsələn belə deyək, rahiblərini özlərinə tanrılar təyin elədilər. Bir dəstə qövmdən danışır, İslamdan əvvəlki qövmlərdən. Deyir, onların səhvi bu oldu ki, onlar alimi və rahibi özlərinə tanrılar qəbul elədilər. Bu ayədə bizə İslamdan əvvəlki qövmlərin düşdüyü böyük bir küfürdən danışır Allah. Onlar öz din alimlərinin, rahiblərinin şəxsiyyətinə o qədər pərəstiş elədilər. O pərəstiş səviyyə gəldi, elə bir səviyyəyə çatdı ki, nəhayət onları tanrılaşdırdılar, Allah səviyyəsinə qaldırdılar. Bir vəziyyət gəldi çıxdı ki, artıq nəinki peyğəmbərləri yox, alimləri də, rahibləri də tanrı elədilər, Allah elədilər, nəuzubillah. İndi sual verirəm. Qur'an-ı Kərim bunu bizə niyə danışır? Bu sözü bizə niyə deyir? Çox səbəb var. Bir səbəb də budur ki, biz də düşünüb, bu ayənin ətrafında düşünüb, əvvəlki qövmlərin səhvini təkrar eləməyək deyə. Biz də həmin qövmlərin düşdüyü o bəlaya, küfrə düşməyək deyə. Vacib deyil ki, bir alimi, ya bir şeyxi, ya bir ruhaniyə Allah deyib ona ibadət eləyəsən. İndi bunu heç kim eləmir ki zaten. Amma bunu dolayı yollardan eləmək olur. Dolayı yollardan da küfrə düşmək olur. Şeytan indi çox zirək olub. Şeytan indi heç kimi birbaşa aparmır küfrə. Şeytan elə dolayı yollarla aparır ki, sən elə zənn eləyirsən, tövhiddəsən, bir də xəbər tutarsan ki, küfrün içindəsən. Ona görə də şeytan dolayı yollarla insanı bir alimi adam üçün Allahlaşdıra bilər. Ya imamı adam üçün Allahlaşdıra bilər. Ya peyğəmbəri adam üçün Allahlaşdıra bilər. Bunu dolayı yollarla da etmək olar. Məsələn, birini izah edeyim sizə. Bir şeyxin, bir alimin, bir ruhaninin din haqqındakı fikrini onun özünə görə qəbul eləmək. Bu böyük bir problemdir. Onun özünə görə qəbul edirsən. Alimə baxırsan, saçına, saqqalına, gözünə, qaşına, nuraniliyinə, əbasına, qəbasına aşıq olursan. Alimin Qurana əsaslanmasına yox. Alimin həqiqətə əsaslanması səni maraqlandırmır da heç. Sənin üçün həqiqət bilirsən nədir? Alimin dediyi həqiqətdir. Həqiqət özü yox ha. O nə deyirsə o həqiqətdir. Bu şəxsiyyətpərəstlikdir və alimi tanrısallaşdırmaqdır. Alimi ilahiləşdirmək başqa necə olur ki? Əgər bir insanın sözünə qeyd şərtsiz onun özü deyir deyə inanırsansa, özünə görə inanırsansa, əsaslandırmasına görə yox ha, özünə görə inanırsansa, bu artıq şəxsiyyətpərəstlikdir. Yəni mənim maraqlı deyil ki, bu alimin fikri Qurana uyğundur, ya uyğun deyil, Əhl-i Beytin sözlərinə uyğundur, ya uyğun deyil. Mənə bu maraqlı deyil. Mənə maraqlı budur ki, o alimin özü, şəxsi maraqlıdır. O deyirsə deməli həqiqətdir. O nə deyirsə, hansı mövzuda, hansı qaydanı qoyursa, o qayda ancaq düz qaydadır. Belə yanaşdınsa mövzulara, bu artıq birini ilahiləşdirməkdir. Bu elə şəxsiyyətpərəstliyin özüdür və təhlükəli bir haldır. Niyə görə? Səbəb olur ki, artıq insan həqiqətə pərəstiş eləmir, şəxsin həqiqətinə pərəstiş edir. Şəxsin təqdimatında həqiqəti başa düşür. Əli əleyhissalam qayda qoyur, deyir, haqqı tanıyın ki, əhlini tanıyasınız. Nəinki haqqı əvvəl məsələn insanı tanıyırsan, sonra deyirsən ki, bu nə desə o haqdır. Elə şey yoxdur. Əvvəl haqqı tanı biləsən ki, kim haqqa söykənir, ya kim haqqa söykənmir. Quran Ənbiya surəsində 7-ci ayədə buyurur ki, Fəsəlu əhləz-zikri. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.
İn kuntum la ta'lamun. Yəni əgər məlumatınız yoxdursa, bilmirsinizsə, zikr əhlindən soruşun. Kimdir zikr əhli? Sual versələr sizə nə cavab verərsiniz? Necə Qurandan cavab çıxarda bilərsiniz? Kimə deyə bilərik zikr əhli? Oturub səhərdən axşama subhanallah, subhanallah, subhanallah deyən adam zikr əhlidir. Yəni bu adam kim çox zikr eləyirsə Allahı, gedək ondan soruşaq suallarımızı. Ondan soruşmaq olar sizcə? İndi sual verin. Allah özü bu zikri açıqlayır Quran-ı Kərimdə. O zikri açıqlayandan sonra biz başa düşürük ki, zikir nədir? Onun əhli kimdir? Quran buyurur ki, İnna nahnu nazzalna zikra. Buyurur, həqiqətən zikri biz nazil elədik. Başqa ayda buyurur ki, və həzə zikrun mübarekun ənzəlnəhu. Bu nazil etdiyimiz mübarək bir zikirdir. Deməli, zikir nədir Quranın təqdimatında? Qurandır. Zikir sözünün mənası nədir? Xatırlatma deməkdir. Zikir sözü xatırlatma deməkdir. Mən zikr edirəm, yəni mən Allahı xatırlayıram. Bu mənası odur. Bəzən cümə namazı gedə-gedə də görsən insanlar zikr eləyirlər. Bu birisi nəyə bənzəyir? Zaten cümə namazı Allahı xatırlatmaqdır da. Sən elə otur ona qulaq as da. Zikrini niyə eləyirsən? O zikrin burada yeri yoxdur axı. Hər zikrin öz yeri var. Zaten cümə namazı Allahı xatırlatmaqdırsa, sən bu zikrin içində zikir niyə eləyirsən? Qarışdırırsan. Sən deməli zikrin mahiyyətini başa düşməmisən. Zikir ancaq dildə subhanallah, subhanallah demək deyil. Elə cümə xütbəsinə qulaq asmaq da zikirdir. Və cümə namazına gələn insanın vəzifəsi budur ki, qoysun o təsbihi qırağa, otursun qulaq assın. Ya mövluda gələn insan, ya mən nə bilim dini söhbətə qulaq asmağa gələn insan otursun qulaq assın. O qulaq asmağın özü zikirdir. İndi baxın, Allah da dedi ki, Quran zikirdir. Yəni Quran xatırlatmadır. Quran insanlara xatırladır. Deməli zikr əhli kimdir? Quran əhli. Ayə nədir? Zikr əhlindən soruşun. Yəni kim aranızda Quranı ən yaxşı bilirsə ondan soruşun. Quran əhlindən soruşun suallarınızı. Quranı dərindən bilən, Qurana əsaslanan, Quran əsasında danışan, Quran əsasında hökm eləyən insanlardan soruşun. Quran bizə əmr eləyir ki, bilməyəndə belə adamların qapısına gedin. Və ən çox Qurana yaxın olanlar kim olub bəs? Biz niyə yapışmışıq Əhl-i Beytdən yaxşı mənada? Biz niyə dad eləyirik ki, Əhl-i Beytə itaat eləmək lazımdır? Biz niyə deyirik Əhl-i Beyti sevməliyik? Biz niyə öldürürük özümüzü ki, İmam Hüseynin əzadarlığı yaşamalıdır, İmam Əlinin şəxsiyyəti yaşamalıdır, İmam Həsən ağa yaşamalıdır, onun haqqında çox danışmalıyıq. Niyə? Səbəb aydındır. Çünki onlar aramızda hamıdan çox Qurana vaqif olanlardır. Əhl-i Beyti sevməyimizin səbəbi onları hamımızdan çox Quranın bilməkdir. Yəni biz Əhl-i Beytə tərəf gediriksə, bizi Əhl-i Beytə tərəf aparan özü elə Qurandır. Quran əmr eləyir, bilmirsinizsə zikr əhlindən soruşun. Mən də baxıram ki, Peyğəmbərin özündən və ailəsindən daha yaxın, Əhl-i Beytindən daha yaxın Qurana kim var? Kim İmam Əlidən yaxşı Quranı bilir? Kim İmam Həsəndən, İmam Hüseyndən yaxşı Quranı bilir? Kim Peyğəmbərin özündən yaxşı Quranı bilir? Mən ona görə Əhl-i Beytin qapısında oturmuşam ki, onlar əhli zikirdir. Yəni zikr əhlidir, Quran əhlidir, Quranı hamıdan yaxşı bilənlərdir. Ona görə də bir din alimi hər şeydən öncə ən birinci gərək Quran mütəxəssisi olsun ki, ona müraciət eləyim. Və mənim nəzərimdə bir din aliminin ən özəl xüsusiyyəti budur ki, o Quran mütəxəssisi olmalıdır. Quranı elə gözəl bilməlidir ki, Qurana elə gözəl vaqif olmalıdır ki, Quranın təfsirindən elə gözəl məlumat olmalıdır ki, mən ona alim deyim. Mənim üçün alimin dəyəri, bu mənim şəxsi fikrim də öyle, gəldiyim qənaət hədislərə, Quran ayəsinə əsasən. Quran özü də mənə əmr eləyir ki, Quran əhlindən soruş. Deməli, bir alimin, bir ruhaninin əsas işi nə olmalıdır? Qurana əsaslanmaq. Qurana əsaslandığı qədər dəyərli olacaq. Çünki Quran özü Maidə surəsi 44-cü ayədə buyurur ki, وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللّٰهِ
فَاُولَٰئِكَ هُمُ الْكَافِرُونَ Kim Allah'ın nazil ettiği əsasında, yəni Quran əsasında hökm etməzsə, onlardır kafir olanlar. Quran ayəsi əsasında hökm etməyəni kafir bildi. Yəni dindən söz danışırsan, Qurana əsaslana bilmirsənsə, Allah gör nə boyda sənə təhdid qoydu. Ağzına gələni danışma, Qurana əsaslanmırsa, fikrin Quranla uyğun deyilsə, fikrini Qurana əsaslandırıb ifadə eləməyi bacarmayacaqsansa, Quran dediyin fikri rədd eləyirsə, Allah deyir sən kafirsən. Diqqətli olmaq lazımdır, əzizlərim. Həm biz diqqətli olmalıyıq, ruhanilər, həm də siz diqqətli olmalısınız. Biz bütün ömrümüzü həsr eləməliyik Quran marifini öyrənməyə ki, sabahları Əhl-i Beyt marifində öyrənəndə çaşmayaq. Sabahları şişirtmə hədisləri də görəndə,ğulatların uydurduğu hədisləri də görəndə, başı pozuq hədisləri də görəndə, heç bir dərdə dəyməyən, aləmi bir-birinə qatan hədisləri də görəndə başa düşək ki, bunlar yalancıdır, bunlar doğru deyil. Biz Quranın mütəxəssisi olsaq, Əhl-i Beytdən gələn hədislərin də ən gözəl şəkildə incələnməsini biləcəyik. Başa düşəcəyik hansı hədis düzdür, hansı hədis səhvdir. Ona görə də bizim üçün bir alimin dəyəri onun Qurana əsaslanmasına görə olmalıdır. Qurana əsaslana bildiyi qədər bir alim qiymətlidir. Mənim özümün, məsələn, İslam alimləri içərisində xüsusi hörmət elədiyim bir neçə alim var. Çox alimlərin içində xüsusi, hamısına hörmət eləyirik. Amma xüsusi hörmət elədiyim bir neçə alim var. Niyə? Çünki onların mən elmi fəaliyyəti ilə tanış olanda görürəm ki, onlar başqa alimlərdən daha çox Qurana əsaslana bilirlər. Müasir olduqları, özlərindən əvvəl ya özlərindən sonraki alimlərin içində daha çox Qurana əsaslanırlar deyə mən onlara xüsusi hörmət edirəm. Məsələn, Şeyx Mufid, ruhu şad olsun. Bilirsiniz nə gözəl Quran əsasında Qurana əsaslana bilən bir alim olub. Hədisləri Quranla uyğunlaşdırıb, uyğun gəlməyəni qəbul eləməyib. Məsələn, Şeyx Tusi, ruhu şad olsun. Əllamə Hilli, ruhu şad olsun. Əllamə Təbətəbai, Əllamə Muhammed Təqi Cəfəri Amuli. Bunlar hamısı elə böyük duhalar olublar ki, Quranı elə gözəl mənimsiyiblər, Qurandan elə gözəl dərin məlumatlar olub ki, fikirlərini Quranla elə gözəl əsaslandırıblar. Quranın incəliyindən xəbər tutan alimlər olublar. Ona görə də Quran-ı Kərimə əsaslandığımız qədər dilimizin, sözümüzün qüvvəti də çox olacaq. Xeyrimiz də çox olacaq, faydamız da çox olacaq. Və bu söhbətimizin nəticəsi bu oldu ki, şəxsiyyətpərəstlik odur ki, bir şəxsin fikrini Qurana uyğun olub olmadan qəbul edirsən. Ona görə də hər mənada biz çalışmalıyıq. Quran, Quran, Quran. Əhl-i Beyti də ona görə sevirik ki, onlar Quranın ən gözəl müəllimləridir. Quranın ən gözəl açıqlayanlarıdır. Quranın ən gözəl öyrədənləridirlər. Allah bizi Qurandan və onun ən gözəl müəllimləri olan Əhl-i Beytin yolundan ayrı salmasın inşallah. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika vanhar. İnna şaniyaka huvel abtar.